Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, əmmə ba'd. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Sonra İmam Əbu Bakır Əl-İsmaili rahmehullah ahirətlə əlaqəli məsələlərin sonuncusu olaraq buyurur ki, və innəl havza haqqun. Hovuz bizim dildə deyilir, həm hovuz deyilir, həm də su tutar deyilir. Bu fayda üçün zikirlədim. Ədəbi dildə hovuza deyirlər su tutar. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin hovuzu haqdır. Və ona iman etmək haqdır. Və onu qeyd edim ki, İmam Əbu Bakır rahmehullah risaləsində ən birinci qeyd etdi ki, sıra olaraq şəfaəti. Ən birinci şəfaəti qeyd elədi. Sonra hovuzu, sonra mizanı, sonra hesabı. Amma biz sıralamada müəyyən dəyişiklik elədik. Hətta sıralama uyğun olsun deyə. Bunu mən qeyd etməmişdim, bu dərsdə qeyd elədim. Çünki İmam Əbu Bakır rahmehullah bu məsələləri qeyd edəndə onun məqsədi o sıralama deyil. Onun məqsədi bu məsələləri kitabında, əqidə risaləsində qeyd etməkdir. Lakin biz fayda baxımından sıralamaya riayət etmək baxımından burada bəzilərini qabağa saldıq, bəzilərini arxaya. Və İmam rahmehullah buyurur ki, və innəl havza haqqun. Hovuz haqdır. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin hovuzu. Arasatda qiyamət günü hesab meydanında Allah Resulü sallallahu aleyhi və səlləmin hovuzu olacaq. Hansı ki, ümməti haqq hesabdan sonra gəlib Peyğəmbər sallallahu aleyhi və səlləm ilə onları gözləyən, hovuz başında onları gözləyən Allah Resulü ilə görüşəcəklər və həmin hovuzun suyundan içəcəklər. Və sıralama olaraq götürsək, birinci gəlir qulların Allah önündə hesab verməsi. Sonra gəlir mizan, ədalət tərəziləri. Çünki əməllərin, əməl dəftərlərinin tərəzidə çəkilməsi, biz dedik ki, o özü də hesabdan sayılır. Hesabın bir növüdür. Və sonra gəlir hovuz, sonra gəlir sırat. Deməli, hovuz sıratdan öncədir, yoxsa sonra? Öncə. Bu sıralama ilə. Və bunda ixtilaf var. Bəzi alimlər deyiblər ki, hovuz sıratdan öncədir. Və bəzi alimlər deyiblər ki, yox, hovuz sıratdan sonradır. Yəni, haqq, hesab, əməl dəftərlərinin paylanması və tərəzidə çəkilməsi, haqq, hesab tam qurtarandan sonra, hətta insanlar sıratdan keçəndən sonra, artıq bəlli olandan sonra ki, cənnət əhli kimdir? Çünki bu sıratdan keçəndən sonra bilinəcək. Ona görə alimlərdən birinə sual verirlər ki, insana bu dünyada rahatlıq nə zaman insan rahat ola bilər öz halına görə? O da çox gözəl cavab verir, deyir ki, ayağı sıratdan çıxandan sonra. Rahatlıq ondadır. Yəni, nə bu dünyada rahatlıq var, nə bərzaqda, nə də diriləndən sonra. Rahatlıq yoxdur. Hətta hesab meydanında insan, hətta mömin, Allah Azza və Cəllənin önündə əməllərinə görə hesab verəndən sonra zahirən elə görünə bilər ki, hesabı rahat oldu. Yəni, bu qurtulanlardandır. Amma sonra elə bir mərhələ gələcək ki, əməl dəftərlərinin paylanması, onda da insan həyəcana düşəcək. Sonra insan qarşılaşacaq əməllərinin mizanda çəkilməsi ilə, onda da insan həyəcana düşəcək. Hətta bütün bunlardan da insan üzü ağ çıxandan sonra gələcək cəhənnəm üzərində qurulan sırat. Yəni, bu insanı həyəcana salmaya bilər. Aydındır. Ona görə rahatlıq hardadır? İnsanın ayağı sıratdan götürüləndən sonra. Və başqa alim başqa cür cavab verir. O da nədir? İnsanın sağ ayağı cənnətə girəndən sonra. Yəni, eyni mənadadır. Rahatlıq ondadır. Artıq bildi ki, qurtuldu. Ona görə alimlər ixtilaf ediblər ki, hovuz sıratdan öncədir, yoxsa sonra?
O alimlər ki, deyiblər, hovuz sıratdan öncədir, onlar nəyə əsasən deyiblər? Bəzi hədislərə əsasən. Bəzi hədislərin zahirindən belə başa düşüblər ki, yəni belə başa düşülür ki, insanlar haqq hesab yəni haqq hesabdan sonra, əməllərin çəkilməsindən sonra artıq onların bir dincəlməyə ehtiyacları var. Və hovuzda məqsəd də budur. Və o alimlər ki, deyiblər, yox, hovuz sıratdan sonradır, onlar nəyi əsas götürüblər? Deyiblər ki, çünki hovuza gələn su cənnətdən gələcək, 2 boru ilə. Və bu da dəlildir ki, hovuz sıratdan sonradır. Cənnətin yanındadır. Buna əsasən deyiblər. Aydındır. Və sual verilsə ki, İmam Rahiməhullah bu məsələni nə üçün qeyd edir kitabında? Məsələn, hovuzun haqq olması, mizanın haqq olması, bugünkü dərsin mövzusu hovuzdur. 2 səbəbə görə. Ona görə birinci səbəb odur ki, çünki bu məsələ etiqadi məsələlərdəndir. Axirət ilə əlaqəli etiqadi məsələlərdəndir. Axirət ilə əlaqəli etiqadi məsələlərdən olduğuna görə İmam Rahiməhullah bunu risaləsində qeyd edir. Hovuz, mizan və s. məsələləri. Bu birinci səbəbdir. Və ikinci səbəb daha önəmlidir. Niyə? Çünki axirətlə əlaqəli çox məsələlər var və əqidə ilə əlaqəli çox məsələlər var və bəzi məsələlər var ki, cüz'iyyətlər və ya əsli məsələlər, hansı ki, o məsələlər bu kitabda qeyd olunmayıb. Amma bu məsələni İmam Rahiməhullah qeyd edir. Birinci səbəb o idi ki, çünki bu əhl-i sünnənin əqidə əsaslarından birisidir. Və ikinci səbəb, çünki bununla İmam Rahiməhullah bidət əhlinə rədd verir. Yəni o şeylərdə ki, o əqidə məsələlərində ki, bidət əhli, xüsusən Mu'təzilə və Cəhmilər əhl-i sünnətə müxalif olublar, o məsələləri bilərəkdən qeyd ediblər. Bidət əhlinin xilafına, hətta haqqı bəyan etmək üçün, hətta ibarələrdən bilinir. Məsələn, İmam Rahiməhullah demir ki, əl-imanu bil-şəfa'a, əl-imanu bil-mizan, yəni mizana iman etmək, şəfaətə iman etmək, belə demir. Necə deyir? Deyir ki, və innə şəfaətə haqq, və innəl havda haqq. Şəfaət haqdır, hovuz haqdır, mizan haqdır. Sanki bidət əhlinə rədd olaraq bu məsələləri qeyd ediblər. Çünki Mu'təzilə və Cəhmilər bütün bunları inkar ediblər. Onlar deyiblər ki, o sünnədə və ya Qur'anda, ayələrdə o mizanla, tərəzi ilə və ya hovuzla əlaqəli əməl dəftərləri ilə, hətta cəhmilərdən əməl dəftərlərini inkar edənlər olub. Deyiblər ki, əməl dəftəri deyilən bir şey yoxdur. Deyiblər, hamısı məcazi mənadadır. Və cəhmilərin, Mu'təzilənin bu əqidəsini eşidəndə, öyrənəndə günümüzdə bütün bunlar bizə hansı firqəni xatırladır? Qur'anları xatırladır? Hə, bu aqlaniyyun ki var, Qur'anilər, hansı ki özlərini ağıllı hesab edirlər və elə düşünürlər ki, bu şeylər ağla ziddir və ağla zidd olduğuna görə inkar edirlər ya birbaşa, ya da təvil edirlər, deyirlər ki, bunlar hamısı məcazi mənadadır. Bunların elə bil ki, Cəhm ibn Safvan, Vasil ibn Ata, bu Cəhmiyyə məzhəbinin, Mu'təzilə məzhəbinin qurucuları bir növ indiki Qur'anilərin və fikir babaları olublar. Yəni bu əqidə həmin o Cəhmi əqidəsinin bir növ qalıqlarıdır. Və hovuzla əlaqəli Peyğəmbər sallallahu aleyhi və səlləmlə varid olan hədislər mutavatir səviyyəsindədir. Mutavatir. Çox saylı. Onlarla sahabə hovuz barədə hədisləri bizə nəql ediblər. Və bu göstərir ki, Allah Resulü aleyhissalatu vesselam öz hovuzu ilə fəxr edirdi. Və Allah Azza və Cəllənin bu nemətini dilə gətirirdi. Və bu bir məclisdə olmuyor. Dəfələrlə olub ki, buna görə müxtəlif sahabələr hovuzla əlaqəli hədisləri bizə nəql ediblər. Və biz keçən dərsdə dedik ki, həmçinin neməti dilə gətirmək özü o nemətə şükür sayılır.
Və Peyğəmbər sallallahu aleyhi və səlləmin Allah azza və cəllənin ona əta etdiyi bu neymətləri dilə gətirməsi bu neymətlərə qarşı Allah Rəsulü sallallahu aleyhi və səlləmin şükranlığı idi. Və həmin hədislərdə Buxari və Müslimin və digər hədis imamlarının rəvayət etdikləri hədislərdə Peyğəmbər sallallahu aleyhi və səlləm hovuzun vəsfi olaraq belə buyurur. Buyurur ki, əsasən 6-7 vəsf gəlib. Və onlardan birisi hədisdə qeyd edilir ki, havzi məsiratu şəhr. Mənim hovuzum, onun məsafəsi, böyüklüyü bir aylıq yoldur. O qədər böyükdür. Və zəvayahu səva. Və onun küncləri eynidir. Məsafə cəhətindən. Və bir ləfsdə gəlir ki, və arduhu mislu tulihi. Və onun eni uzunu ilə eynidir. Və məuhu əbiyad minəl variq. Və bir ləfsdə gəlib minəl ləbən. Onun suyu süddən ağdır. Və bir ləfsdə gəlib gümüşdən. Gümüş yəni parlaqlığı. Və rihuhu atyabu minəl misk. Və iyi miskdən daha gözəldir. Və əhlə minəl əsəl. Və baldan daha şirindir. Və kizanuhu kənucumis səmə. Və onun qədəhləri səmanın ulduzları qədər çoxdur. Fəmən şəribə minhu fələ yəzməu ba'dahu əbədə. Və ondan bir dəfə içən heç vaxt susamaz. Hovuzun suyundan bir dəfə içən heç vaxt susamaz. Və ona görə hovuzdan içənlər sonra cənnətdə nə içəcəklərsə susuduqlarına görə içməyəcəklər. Həzz almaq üçün, ləzzət almaq üçün içəcəklər. Bu hovuza xas vəsflərdən. Və indi sual versəm ki, bu hovuzun şəkli necə olacaq? Hovuzun şəkli üçbucaq olacaq, dairəvi olacaq, dördbucaq olacaq. Necə olacaq? Kim deyər? Dördbucaq. Hə. O hədisdən onu hardan götürdü? Bəli. Düzbucaq yox, dördbucaq. Çünki hədisdə Allah Rasulü buyurur ki, və zəvayahu səva. Onun küncləri, çünki dairədə küncü yoxdur. Küncləri eynidir. Və arduhu mislu tulihi. Yəni onun eni və uzunu hamısı birdir. Bu göstərir ki, hovuz dördkünc formada olacaq. Və həmçinin sual verilsə ki, bəs hovuzla Kövsər arasında fərq var ya yox? Cavab budur ki, fərq var. Bir yönü ilə. Amma bir yönü ilə elə hovuz həm də Kövsərdir. Ona görə alimlər ixtilaf ediblər bu məsələdə. Çünki bəzi alimlər deyiblər ki, o hədislərdə qeyd edilən hovuz ki var, o elə Kövsər çayının özüdür. Allah Azze ve Celle buyurur ki, İnna a'taynəkəl kəvsər. Həqiqətən biz sənə xeyir, bərəkəti çox olan Kövsəri əta etdik, verdik. Və o da cənnətdə bir çaydır. Bəzi alimlər deyiblər ki, hovuzla Kövsər eynidir. Hansı hədisə əsasən Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Kövsər barədə o bir çaydır. فَإِنَّهُ نَهْرٌ وَعَدَنِيهِ Rabbi. O Rəbbimin mənə vəd etdiyi çaydır. وَهُوَ حَوْضِ. Və o mənim hovuzumdur. Bu hədis də səhihdir. Kövsər barədə İnna a'taynəkəl kəvsər ayəsinin şərhində Allah Rasulü buyurur ki, bu Rəbbimin mənə vəd etdiyi bir çaydır. وَهُوَ حَوْضِ. Və o mənim hovuzumdur. Bu hədisə əsasən bəzi alimlər deyiblər ki, elə hovuz o Kövsərdir. Və doğru olan nədir? Doğru olan budur ki, bəli, hovuzun əsli Kövsərdir. Çünki hovuzun suyu Kövsərdəndir. Amma aralarında fərq var. Dəlil nədir aralarında fərq olmağına? Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Kövsər barədə danışanda daima deyərdi ki, فَإِنَّهُ نَهْرٌ فِي الْجَنَّةِ. O cənnətdə olan bir çaydır.
Amma hovuz barədə danışanda Allah Rasulü sallallahu aleyhi və sələm deyərdi ki, mənim hovuzum qiyamət günü ümmətimin gələcəyi, mənimlə görüşəcəyi yeridir. Qiyamət günü. Hesab meydanında. Bu göstərir ki, Kövsərlə hovuz ayrı-ayrıdır. Lakin dəlil nədir ki, hovuzun suyu Kövsərdəndir. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hovuza axan su Kövsər çayından, daha doğrusu cənnətdən gəlir 2 boru vasitəsilə. Ona görə bəzi alimlər deyiblər ki, hovuz sıratdan sonradır və cənnətin yanındadır. Sıratdan keçənlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm birinci keçəcək və ümmətini gözləyəcək, ondan sonra hovuzdan içəcəklər. Bunu deyən alimlərin həm də dəlillərindən birisi bu olur. Yəni, ən-mühim, hovuzla Kövsər arasında fərq var. Bu nəyə oxşuyur? Bu elə bil ki, məsələn, Kür çayıdır. Kür çayı axır və belə fərz edir ki, həmin çay axır, bir yerə orada göl əmələ gətirir. Çaya deyirlər Kür çayı, gölün adını da qoyublar Kür gölü. Sual verilsə ki, bunlar eynidir, cavab yox. Çünki biri çaydır, biri göldür. Amma əsli etibarı ilə eynidir, çünki bu gölün də suyu elə həmin çaydandır. Bu Kövsər nə? Hovuzun misalı da budur. Ayrı-ayrıdır, biri cənnətdə çaydır, biri isə hovuzdur, su tutardı, Arasatda, hesab meydanında, lakin onun suyu cənnətdən 2 boru vasitəsilə gəlir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mə beynə beyti və minbəri ravdatun min riyadil cənnə və minbəri alə havd. Mənim evimlə minbərim arası cənnət bağçalarından bir bağçadır. Bəzi ləfslərdə gəlib ki, mənim qəbrimlə minbərim arası. Bu zəifdir, yəni münkərdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm sağ ikən bunu deyə bilməzdi. Yəni. Deyə bilərdi, lakin yəni, vəhiy ilə deyə bilərdi. Lakin bu sabit deyil. Doğru olan budur ki, mənim evim ilə, qəbrim yox, mənim evim ilə minbərim arası ravdadır, bağçadır. Cənnət bağçalarından bir bağça. Hətta bugün Peyğəmbər sallallahu aleyhi və səlləm məscidində belə, o məscidin döşəməsi ki var, xalçası, həmin o ravda ki var, Allah Rasulunun evi ilə minbəri arası yaşıl xalça ilə döşüyüblər. Ki, hətta girən, yəni artıq bilir ki, o cənnət bağçalarından bir bağçadadır. Sual məcazi mənada, cavab yox, həqiqi mənada. Yəni bugün Allah Rasulunun məscidində Peyğəmbərin evi ilə minbəri arası cənnətdə olacaq. Cənnət bağçalarından həqiqi mənada bir bağçadır. Və Allah Rasulü aleyhissalatü vesselam bunu deyəndən sonra dedi ki, və minbəri alə havd. Dərsin mövzusu ilə əlaqəli yeri budur, şahid yeri. Buyurur ki, və mənim minbərim mənim hovuzumun üzərindədir. Və bunun da 2 mənası var. Mənim minbərim mənim hovuzumun üzərindədir. 2 mənası var. İkisi də möhtəməldir. Ya ola bilsin Allah Rasulü bunu o mənada deyib ki, yəni qiyamət günü hesab meydanında ki, Allah Rasulunun hovuzu olacaq, o hovuz Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidində minbərin olduğu yerdə olacaq. Mənim minbərim hovuzumun üzərindədir. Hədisin mənası budur. Yəni qiyamət günü Allah Rasuluna veriləcək o hovuz bugün Peyğəmbər sallallahu aleyhi və səlləm minbərinin olduğu yerdə olacaq. Ya bu mənadadır, ya da ikinci məna Peyğəmbər sallallahu aleyhi və səlləmin üzərinə çıxdığı Allah Rasuluna xas olan minbəri ki var, qiyamət günü hovuzun üzərində qurulacaq. Həmin minbər hovuzun üzərində olacaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm o minbərdə oturaraq öz ümmətini hovuzun başında gözləyəcək. Hər 2 məna da möhtəməldir. Doğrusunu Allah bilir. Və sual verilsə ki, bu hovuz bir hovuz olacaq, Peyğəmbər sallallahu aleyhi və səlləmə xas, yoxsa bütün Peyğəmbərlərin hovuzu olacaq,
Cavab budur ki, bütün peyğəmbərlərin hovuzu olacaq. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə li kulli nəbiyyin havda. Hər bir peyğəmbərin hovuzu var. Hər bir peyğəmbərin. Və hər bir peyğəmbər öz ümmətini o hovuzun başında gözləyəcək. Lakin o hovuzlar içərisində ən böyüyü və suyundan ən çox içəcək hovuz Peyğəmbər sallallahu aleyhi və səlləmin hovuzudur. İnnə li kulli nəbiyyin havda. Hər bir peyğəmbərin hovuzu var. Və bir ləfsdə gəlir ki, illə Salih. Salih aleyhissalamdan başqa. Onun ümmətinin hovuzu o dişi dəvəsinin əmcəkləri olacaq. Və bu da uydurmadır. Səhih deyil. Bəzi ləfslərdə belə gəlir. Ki, bütün ümmətlərin, bütün peyğəmbərlərin hovuzu olacaq Salih aleyhissalamın ümmətindən başqa. Onun ümmətinin hovuzu onun dişi dəvəsi olacaq və bu da səhih deyil. Səhih olan budur ki, hər bir peyğəmbərin hovuzu olacaq. Və sual verilsə ki, hovuza ən birinci Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətindən ən birinci hovuza gələnlər kimlər olacaq? Səvbən radiyallahu anhunun rəvayətində qeyd edilir. Ayrı-ayrı iki hədisdir. O hədislərin birində gəlir ki, onlar muhacirlərin ən kasıb olanları. Muhacirlərin ən kasıb olanları. Yəni, əslində muhacirlərdir, lakin daha dəqiq budur ki, muhacirlərin ən kasıb olanları. Orada niyə kasıblıq? Səbəb nədir? Səbəb odur ki, çünki muhacirlərin varlı olanları mal dövlətinə görə hesab verəcəklər. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ümmətimin kasıbları varlarından yarım gün cənnətə tez girəcək. Yarım gün. Sahabilər soruşanda ki, ey Allahın Rasulü, yarım gün, dedi ki, 500 il. Ona görə hədisdə gəlir ki, və bu da dəlildir ki, deməli, hovuz hesabdan sonradır. Və birinci qrup bunlardır. Muhacirlərin kasıbları. Və ikinci, Səvbən radiyallahu anhunun rəvat etdiyi digər hədisdir, ayrı-ayrı hədislərdir. İkinci qrupda Yəmən əhli. Yəmən əhli. Yəmən əhlinin möminləri. Peyğəmbər sallallahu aleyhi və səlləmin hovuzuna ilk gələn insanlar olacaq. Doğrusunu Allah bilir.